Baxın, elektroskop neydən ibarətdir? Adi bir metal teldir. Bu metal telin içərisinə 2 dənə elektroskopun vərəğini salmışam. Metal kağızdır, alüminium folqa. Bu da üstündən alüminium folqadan düzəldilmiş elektroskopun kürəsi olub. Biz çubuğumuzu saçımızla elektrik yükləyək. Kimi saçını verək? İndi bütün diqqətiniz olsun vərəklərdə. Vərəkləri yer cəzb eləyir, düz formada durublar. İndi vərəklərə diqqətlə baxın. Fikir verdiniz? Yəni həmin vərəklər ikisi də eyni işarəni yüklənir. Mən əgər çubuğumu yükləyirəmsə mənfi, elektroskopun kürəsi necə olur? Müsbət, bəli. O zaman vərəklər olur mənfi. Hər iki vərək eyni işarə ilə yüklənir deyə bir-birindən itələnir. Nə qədər yaxınlaşdırsaz, vərəklər bir o qədər bir-birindən itələnir.